Naxçıvan Muxtar Respublikası Babək rayonunun Yuxarı Buzqov kənd sakinləri olan ata və oğul ötən gün ayı hücumuna məruz qalıb. Ayını görəndə döndüm ki, qaçım, amma ayağım arxada daşı ilişib yıxıldım. Bu zaman ayı üstümə atıldı. Can şirindi, başladıq boğuşmağa. Ayı ilə boğuşma təqribən 50 saniyə çəkdi. Məndən aralanıb oğluma tərəf yönəlsə də nə fikirləşdisə çıxıb getdi. Statın sonu. Xəstənin gövdə nahiyəsində hər iki aşağı və yuxarı ətraflarında əl biləklərində deşilmiş, cırılmış yaralar olub. İlkin tibbi yardım göstərilib, stasionar müalicəsinə başlanılıb. Vəziyyəti qənaət bəxşdir. Bir saat bundan qabaq maşında xəbərlərə qulaq asırdım. Dedim ki, mənə canlı qulaq asın, belə kayfı yox. Bu da indi məndən pul istəyir. Deyir ki, canlı qulaq asmısan, ödəniş elə. Nə qədər? 5 qat. Rafa elə iş qalsın. Matsa. Bir ildən sonra görüşdük. Bir il keçib ondan. Mənim üçün bir il keçib. Mənim üçün səninlə ayrılıq. Bir gün belə bir ilə bərabər. Ay sağ ol. Bəli.